Kəbə Allahın evidir. Bəli, bu evi Allah deyib bəvvana, mühəndisi mən oldum. Yəni ilk əvvəldə Adəm tikmişdi, sonradan dağılmışdı. Mühəndisi mən oldum. Tikən kim oldu? İz yarfa İbrahim əl-qavaidə minəl-beyti və İsmail Rabbənə təqabbəl minna. İbrahim tikdi, ustalıq elədi, İsmail fəhləlik elədi. Yaxşı, bu Kəbə evi tikildi. Və eyni zamanda orada bir şəxs dünyaya gəldi, o da Əmirül-Möminindi. Yaxşı, bilirsiniz, bundan sonra heç dünyaya gəlməyəcək olsun. Kəbə evinin ətrafına fırlanmaq, Kəbə evi, yəni Allahın evi. Yəni sanki tohidin ətrafına fırlanmaq. Pərvanə kimi fırlanırsan tohidin ətrafına. Özü də sol tərəfdən, ürəyi də düşür hara? Kəbə evinə. Yəni qəlbi mərkəzlisən hara? Kəbə evinə. Qəlbim mərkəzlənir Kəbə evinə, yəni məhəbbətim də mərkəzlənir Allaha tərəf, Allah evinə tərəf. Yəni ilahi, sən qəlbimdə o məvəddəti yarat, sən qəlbimdə təvəllanı yarat, sən qəlbimdə təbərranı yarat. Allahım, bütün vücudumu yönətdim sənə tərəf. Yaxşı? Yəni, pərvanə kimi fırlanırsan tohidin ətrafına, istəyən deyəsən ki, ya Rəbbə aləmiz, sən nə dedin odur? Mən əbdünəm sənin. Mən necə adam pərvanə şamın ətrafında fırlanır. Pərvanə kimi fırlanıram. Yəni, zikrim, fikrim sənsən, mənim həyatıma sən yol göstər, sən buyur, sən necə düşün, mən elə yaşayacağım. O bu şəkildə.